Deməli, gəldik Ağqoyunlu dövlətinə uşaqlar. Ağqoyunlu dövlət də eyni Qaraqoyunlu dövlət kimi Oğuz mənşəli idi, amma Oğuzların Bayandurlu nəslindən idi. Amma Qaraqoyunlu Baharlı nəslindəndir. Yaxşı, bunu qatıb qarışdırmayın. Bayandurlunu necə yadda saxlayın uşaqlar? Ağqoyunlularda Sara xatunu oxuyacaqsınız. İlk diplomatik qadın. Baxın, bayanların rolu nədir burada? Mühümdür. Elə yadda saxlayın, yaxşı? Deməli, Ağqoyunlu Oğuz mənşəli Bayandurlu nəslindən oldu. Ağqoyunlu tayfa ittifaqının əsasını deməli 14-cü əsrin əvvəllərində Pəhləvan bəy Bayandurlu qoymuşdu. Amma Ağqoyunlu feodal hakimliyi və yaxud da ki Ağqoyunlu bəyliyinin əsasını isə 14-cü əsrin sonlarında hansı ki Qarayuluq Osman bəy tərəfindən qoymuşdu. Mərkəzi isə uşaqlar Diyarbəkir olmuşdu. Baxın, Diyarbəkir görürsüz Anadoluda. Amma Qaraqoyunlu tayfa ittifaqının mərkəzi hara olmuşdu? Van şəhəri olmuşdu, yaxşı. Həmçinin bu Qarayuluq Osman bəy öz adına pullar kəsmişdi, siyasi nüfuzunu genişləndirmişdi. Bu zaman yadınızdadsa Qara Yusif Osman bəyə məktub göndərdi ki, gəl müttəfiq olaq, Teymurləri ölkədən qovaq. Lakin Qarayuluq Osman bəy bu müttəfiqliyi rədd etdi, tam tərsi gedib Teymur ilə, yəni Əmir Teymurla yaxınlaşdı. Hətta 1402-ci ildə Ankara döyüşündə Əmir Teymurun müttəfiq olmuşdu bu Qarayuluq Osman bəy. Bu Ankara döyüşündə Əmir Teymurun digər müttəfiqi isə kim idi? Yadınızdadsa deyirdik, Şirvanşah 1-ci İbrahim idi. Ankara döyüşündə ki, uşaqlar Osmanlı ilə Əmir Teymur arasında olmuşdu və Əmir Teymur qalib gəlmişdi. Hətta bu Ankara döyüşü nəticəsində bu Qarayuluq Osman bəy ərazilərini genişləndirməyə imkan qazanmışdı, yaxşı. Deməli, 1453-cü ildə isə Ağqoyunlu feodal hakimliyində hakimiyyətə Həsən bəy və yaxud da ki, digər tanıdığımız Uzun Həsən gəlir. Uzun Həsən qardaşı Cahangir Mirzə ilə mübarizə nəticəsində hakimiyyətə gəlmişdi, yaxşı. Və Uzun Həsənin dövründə onun anası olan Sara xatun bütün Şərqdə və Avropada yeganə diplomatik qadın idi. Və Sara xatun Anadoluda 2 dənə abidə tikdirib. Biri Buğday məscidi idi, digəri isə Cəmşid hamamı idi. Yaxşı, bax bunu qeyd eləyərsiniz. Buğday məscidi, Cəmşid hamamı. Deməli, Həsən bəy hakimiyyətə gələndən sonra vahid və qüdrətli Azərbaycan dövləti yaratmaq istəyirdi və bunun üçün ilk olaraq Trabzon krallığı ilə yaxınlaşdı. Baxın, Trabzon krallığı görürsünüz Qaradənizin aşağısında. Sual verə bilər ki, nə üçün Uzun Həsən Trabzon krallığı ilə yaxınlaşmışdı? Hətta Trabzon krallığı ilə nikah diplomatiyası qurmuşdu. Trabzon kralının qızı ilə evlənmişdi. Səbəb bu idi ki, uşaqlar, görürsünüz Trabzon krallığı Qaradənizin yanındadır, Qaradənizin sahillərindədir. Və Ağqoyunlu Uzun Həsən də fikirləşirdi ki, mən Trabzon krallığı ilə dost olsam, birbaşa Qaradənizə nə əldə edirəm? Çıxış əldə edirəm. Ona görə, yəni ki, Trabzonla yaxınlaşmasının səbəbi nə idi? Qaradənizə birbaşa çıxış əldə etmək idi. Çünki Avropa ilə birbaşa ticarət əlaqəsinə sahib olacaqdı, yaxşı. Elə Trabzonla yaxınlaşması nəticəsində Ağqoyunlular Avropa ilə birbaşa ticarətə nail olurlar və ticarət əlaqələrini genişləndirirlər. Lakin 1453-cü ildə Osmanlı Sultanı 2-ci Mehmet Konstantinopol üzərinə yürüş edir və Konstantinopolu fəth edir. Biz də bilirik ki, Konstantinopol qərblə şərq arasında mühüm ticarət yolu idi, düzdür? Elə bu zaman 2-ci Mehmet Qaradənizdən Kiçik Asiyadan keçən ticarət yollarını Osmanlıların əlinə keçirdir və 2-ci Məhəmməd şərq ilə qərb ölkələri arasında ticarət edən tacirlərin üzərinə çoxlu gömrük rüsmü qoyur. Deyir ki, mənim ölkəmdən keçəcəksinizsə, mənə nə verməlisiniz? Çoxlu gömrük rüsmü verməlisiniz. Təbii ki də bu Azərbaycanda, yəni ki, Ağqoyunlularda Avropa ilə ticarət əlaqələrini zəiflədir. Çünki Ağqoyunlular da ticarət etmək üçün baxın Qaradənizdən, buradan da ki Konstantinopoldan keçib gedirdilər də Avropaya. Ona görə. Bundan sonra 1461-ci ildə isə 2-ci Mehmedin beyninə düşür ki, gedim Trabzon krallığı üzərinə, baxın Trabzona. Trabzona yürüş etməsinin 3 dənə səbəbi var idi. Birincisi, Avropa ilə tranzit yolları buradan keçirdi, bunu ələ keçirmək istəyirdi. İkincisi, şərqdən gələn ticarət yollarına nəzarət etmək istəyirdi, şərq yəni Asiyadan da, baxın bu hissədən. Üçüncüsü də Kiçik Asiyada yeganə xristian mülkü Trabzonda qalmışdı. Baxın, onu ləğv etmək istəyirdi. Hansı ki, Bizansın dövründən qalan xristian mülkünü ləğv etmək istəyirdi.
Təbii ki də Trabzonun süqutu, Trabzonun Osmanlı tərəfindən ələ keçirilməsi Ağqoyunlular üçün mənfidir. Ağqoyunlular bunu istəmirdilər. Elə bu səbəbdən də elə 1461-ci ildə Osmanlı ilə, yəni ki 2-ci Mehmedlə Ağqoyunlular, yəni ki Həsən bəy arasında Qoylu-Hisar döyüşü olur. Qoylu-Hisar. Və Qoylu-Hisar döyüşündə uşaqlar Ağqoyunlular qalib gəlir. Q hərfi ilə yadda saxla. Ağqoyunludakı Q, Qoylu-Hisardakı Q. Qoylu-Hisar döyüşündə uşaqlar Ağqoyunlu feodal hakimliyi qalib gəlir. Lakin qalib gəlməsinə baxmayaraq çoxlu canlı qüvvə itirmişdi Həsən bəy. Ona görə də Həsən bəy anası Sara xatunu göndərir 2-ci Mehmedin yanına ki, 2-ci Mehmedlə danışıqlar aparsın və Sara xatunun qarşısına 2 dənə vəzifə qoyub. Deyir ki, anacan, sən get Osmanlıları Ağqoyunlularla müharibə etmə fikrindən daşındır. Bir də sən 2-ci Mehmedi Trabzonu fəth etməsinə imkan vermə. Sara xatun da gedir 2-ci Mehmedin yanına. 2-ci Mehmed onu çox yaxşı qarşılayır, hətta ona ana deyə müraciət edir. Lakin buna baxmayaraq Sara xatun bu iki vəzifədən yalnız birini yerinə yetirə bilir. O da nədir? Osmanlı ilə Ağqoyunlular arasındakı müharibəni dayandırır. Amma Trabzonu fəth etmə fikrindən 2-ci Mehmedi döndürə bilmir. Elə müharibə olan ildə, yəni 1461-ci ildə Osmanlı ilə Ağqoyunlu feodal hakimliyi arasında sülh müqaviləsi imzalanır. Yenə də elə həmin ildə, yəni 1461-ci ildə 2-ci Mehmed Trabzon üzərinə yürüş edir. Trabzonu neyir? Fəth edir. Bununla da, yəni Trabzon fəth edilməsi nəticəsində Ağqoyunlu dövləti öz müttəfiqini itirir. Ağqoyunlu Qaradənizə birbaşa çıxışını itirir. Bir də ki, təbii ki, də Avropa ilə ticarət əlaqələri nə olur? Zəifləyir. Yəni zərbə vurulur. Deməli uşaqlar, biz bilirik ki 1467-ci ildə Muş döyüşü olur. Hansı ki Ağqoyunlu feodal hakimliyi ilə Qaraqoyunlu dövləti arasında. Təbii ki də bu döyüşdə Ağqoyunlu feodal hakimliyi, yəni ki Həsən bəy qalib gəlir. Cahanşah isə, yəni Qaraqoyunlu hökmdarı isə öldürülür. Və bu döyüş Qaraqoyunlu dövlətinin tənəzzülünü sürətləndirir. 1468-ci ildə isə Ağqoyunlu feodal hakimliyi Qaraqoyunlu dövlətini süquta uğradır. Qaraqoyunlu'nun sonuncu hökmdarı olan Həsənini taxtdan salır və bunun yerində 1468-ci ildə Ağqoyunlu dövləti yaranır və paytaxtı da elə hara olur? Təbriz şəhəri olur. Deməli, Ağqoyunlu dövlətinin əsasını kim qoyur? Təbii ki də Həsən bəy və yaxud da ki Uzun Həsən qoyur. Ağqoyunlu dövlətinin ərazisi isə uşaqlar, baxın, Kür çayından cənubdakı ərazilər, yəni Şirvanşahlar daxil deyil, Kürdən şimal daxil deyil. Anadolu ərazisi, indiki Ermənistan ərazisi, İran və İraq ərazisi daxil idi. Yaxşı. Deməli, Uzun Həsən dövləti yaradandan sonra dövləti möhkəmləndirmək üçün bir sıra tədbirlər görür. Belə ki, hakimiyyətə tabe olmayan feodalları, yarımköçmə tayfaları neyinir? Hakimiyyətə tabe etmək üçün mübarizə aparır. Bir də ki, eyni Qara Yusif, Cahanşah kimi ordu islahatı keçirdir, ordunu gücləndirir. Bir də ki, o odlu silah yaratmaq istəsə də yarada bilmir. Yaxşı. Deməli, elə dövlət yaranan vaxtı, yəni ki 1468-1469-cu illərdə dövlət yaranandan sonra Teymuri hökmdarı Əbu Səid Ağqoyunlu dövləti üzərinə yürüş edir. Bu zaman Ağqoyunlu dövlətinin müttəfiqi, qardaşı, canı, dostu Ərdəbil hakimi, yəni ki Səfəvi hakimi Şeyx Heydər olur. Və bu mübarizə zamanı Şeyx Heydər Uzun Həsənə kömək edir və Əbu Səid və onun qoşunu, yəni Teymurilər nə olur? Məğlub edilir və Ağqoyunlu dövlətindən qovulub çıxarılırlar. Və biz buradan görürük ki, Qaraqoyunlularla Ağqoyunluların oxşar cəhəti nədir? Teymurlərlə mübarizə aparmalardır. Hətta Uzun Həsənlə Cahanşahın oxşar cəhətini nə görürük buradan? İkisi də Əbu Səidlə nə edib? Teymur hökmdarı Əbu Səidlə mübarizə aparıb. Yaxşı. Yəni sizə deyilsə ki, Ağqoyunluların Teymurilərlə mübarizəsi var, bəli, baxın buna görə deyəcəksiniz. Və yaxud da ki, sizə deyilsə ki, Səfəvilərin Teymurilərlə mübarizəsi var, yəni Ərdəbil hakimliyinin Teymurilərlə mübarizəsi var, baxın yenə hə deyəcəksiniz. Çünki niyə? Axı biz burada gördük Şeyx Heydər, yəni Ərdəbil hakimi Şeyx Heydər Ağqoyunlulara kömək etmişdi Teymurilərlə mübarizədə, ona görə. Deməli, bundan sonra Uzun Həsən başlayır Avropa dövlətlərindən əlaqələr yaratmağa və ilk Azərbaycan hökmdarıdır ki, Uzun Həsən uşaqlar Avropa dövlətlərindən əlaqə yaradıb. Yəni Uzun Həsənə kimi heç kimin Avropa ilə əlaqə yaratmamışdı, Avropa dövlətləri ilə.
1472-ci ildə Uzun Həsən Avropa dövləti Venesiya ilə diplomatik əlaqələr yaradır. Burada da əsas məqsəd nə idi? Osmanlı əleyhinə idi. Yəni Osmanlı dövlətinə qarşı Uzun Həsən kimlə əlaqə yaradır? Venesiya ilə. Çünki niyə? Uzun Həsən Osmanlıdan Trabzon torpaqlarını geri qaytarmaq istəyirdi. Bu ittifaqa əsasən, yəni ittifaq qurulur uşaqlar. Venesiya ilə Ağqoyunlu arasında ittifaq qurulur və bu ittifaqa əsasən Venesiya Ağqoyunlu dövlətinə odlu silah və mütəxəssislər göndərməli idi. Bunun əvəzində də Ağqoyunlu dövləti Venesiyaya 20 millik ordu göndərməli idi. Çünki niyə uşaqlar? Həmin dövrdə həm Avropada, həm Osmanlı dövlətində artıq odlu silahlar yaranmışdı. Tapancalar, tüfənglər, toplar və s. Həm Azərbaycanda hələ odlu silah yox idi. Ona görə də Osmanlı ilə mübarizə aparmaq biraz çətinləşirdi. Lakin Ağqoyunlu dövləti 20 millik ordu ilə gedir Aralıq dənizin sahillərinə ki, Venesiyanı gözləsin. Venesiya bunlara top gətirəcəkdi güya öz xəyallarında. Lakin belə olmur. Venesiya bu ittifaqa sadiq qalmır. Nə odlu silah gətirir, nə də bir şey. Tam tərsi. Gedir Osmanlı ilə gizli danışıqlar aparır. Yəni neynir? Uzun Həsənə xəyanət edir Venesiya. Yaxşı. Bundan başqa uşaqlar Uzun Həsən Venesiya ilə, Polşa ilə, Macarıstanla, Nepalla, Kipirlə, Vatikanla və digər Avropa dövlətləri ilə də əlaqələr yaratmışdı Osmanlı əleyhinə qarşı, Osmanlı dövlətinə qarşı. Bir də bayaq bunu demək yadımdan çıxdı uşaqlar. Baxın, dedik Ağqoyunlu dövləti 1468-də yaranıb. Düzdür. Deməli 1468-ə qədər olan hadisələr Ağqoyunlu feodal hakimliyinə aiddir, dövlətə aid deyil. Məsələn, Qoylu-Hisar olsun, Trabzonla əlaqələr olsun, Osmanlı ilə sülh olsun. Yaxşı, bunlar Ağqoyunlu feodal hakimliyinə aiddir. 68-dən sonraya siz dövlət deyə bilərsiniz. Eyni Qaraqoyunluda olduğu məsələ. Deməli, elə 1472-ci ildə uşaqlar Ağqoyunlu dövləti ilə Osmanlı dövləti arasında yenidən müharibə başlayır. Bu da ki, Ağqoyunlu-Osmanlı müharibəsinin ikinci mərhələsi olur. Elə 1472-ci ildə Beyşəhir döyüşü olur. Beyşəhir. Kimlər arasında? Ağqoyunlu dövləti ilə artıq burada dövlətdir. Osmanlı dövləti arasında. Yəni Uzun Həsənlə 2-ci Mehmed arasında. Döyüşdə təbii ki də Osmanlılar qalib gəlir. İlk döyüşdə. Baxın, Beyşəhir sözü ilə, türk sözüdür də Beyşəhir. Deməli, kim qalib gələcək? Türklər qalib gələcək. Və bu döyüş nəticəsində uşaqlar 1461-ci ildə imzalanan sülh müqaviləsinin şərtləri nə olur? Pozulur. Deməli, bundan bir il sonra, yəni ki, bir dəqiqə, buranı silim. 1473-cü ilin avqustun 1-də ikinci döyüşümüz Malatya döyüşü olur. Yenə Ağqoyunlu dövləti, Osmanlı, yəni Uzun Həsənlə Mehmed arasında, 2-ci Mehmed arasında. Bu döyüşdə isə uşaqlar Ağqoyunlular qalib gəlir. Bu zaman Uzun Həsən Osmanlı ordusuna qarşı pusu yaradır, yəni hilədən istifadə edir. Bunu da necə asanlıqda saxlayın? Mal sözü ilə. Qoyun, mal, mal-qara, heyvan falan deyirlər. Baxın, elə yadda saxlayın. Yəni Malatya döyüşündə Ağqoyunlular qalib gəlib. Və bu döyüş Fərəd çayının sahillərində baş verir. Yaxşı. Elə həmin ildə, yəni ki, 1473-cü ilin avqustun 11-də 3-cü döyüş olur. Otluq Beli döyüşü. Yenə Ağqoyunlu Osmanlı arasındadır, amma bu döyüşdə Osmanlılar qalib gəlir. Yəni 2-ci Mehmed qalib gəlir. Qalib gəlməsində səbəbi nə idi uşaqlar? Çünki odlu silahdan istifadə etmişdilər. Lakin Otluqbeli döyüşündən sonra uşaqlar müharibə dayandırılır. Çünki 2-ci Mehmed Otluqbelidə çoxlu itki vermişdi. Bir də ki, əsas diqqətini 2-ci Mehmed yönləndirir Avropa dövlətlərinə. Yəni ki, ümumilikdə 15-ci əsrin 70-ci illərində baş verən Ağqoyunlu Osmanlı müharibəsində heç bir tərəf tam şəkildə qələbə qazana bilmir. Deməli, uşaqlar, Osmanlı ilə müharibə bitəndən sonra 1474-cü ildə Uzun Həsənə qarşı onun oğlu Uğurlu Məhəmməd qiyam qaldırır. Yəni, atasına qarşı qiyam qaldırır. Yazda salın Cahanşahın oğlanları qiyam qaldırmış deyə. Baxın, eyni məsələ. Bu zaman Uzun Həsən Uğurlu Məhəmmədin qiyamını, yəni oğlunun qiyamını yatırır və Uğurlu Məhəmməd qaçıb gedir atasının əzəli düşməni olan 2-ci Mehmedə, yəni Osmanlı sarayına sığınır. Və hətta arsız kimi gedir 2-ci Mehmedin qızı ilə ailə həyatı qurur və bir dənə uşaqları olur. Gödək Əhməd olur. Yəni ki, 2 dənə düşmənin ortaq nəvəsi olur uşaqlar 2-ci Mehmedlə Uzun Həsənin. Və indi biz dərsin axırlarında bu Gödək Əhməddən də danışacaq. Yəni,
1474-cü ildə Uzun Həsənə qarşı qiyam var. Bu da Cahanşahla oxşar cəhətidir. Bundan başqa uşaqlar Uzun Həsənin Ərdəbil hakimliyi ilə münasibətlərinə baxsaq, görəcəyik ki, çox qəşəng münasibətlər olub. Yəni Ərdəbil hakimliyi necə? Səfəvilər nəzərdə tutulur da, Səfəvi hakimliyi, hələ dövlətdən danışmırıq hakimliyi. Səfəvi hakimliyi ilə Uzun Həsənin həm dostluq, həm də qohumluq əlaqələri olub. Belə ki, Uzun Həsən öz bacısının, öz qızının Səfəvi şeyxlərinə vermişdi. Yəni ailə həyatı qurmuşdu, qohumluq əlaqələri olmuşdu. Bundan başqa uşaqlar 1475-ci ildə Moskva knyazı olan 3-cü İvan Ağqoyunlu sarayına elçi göndərir. Deyir ki, gəl biz bərabər ticarət əlaqələri quraq və bilirik ki, Rusların əsas düşmanı olan həmin dövrdə Qızıl Orduya qarşı birgə mübarizə aparaq. Lakin Ağqoyunlu bunu qəbul etmir. Səbəbi də o idi ki, 3-cü İvandan əvvəl Qızıl Ordu hökmdarı Əhməd xan Ağqoyunlu üzərinə elçi göndərmişdi və onlar müttəfiq olmuşdular. Yəni ki, 3-cü İvan gec tərpənib uşaqlar ona görə. Daha sonra uşaqlar 1477-ci ildə Uzun Həsən Gürcüstan üzərinə baxın. Tiflisi görürsünüz. Baxın bura Gürcüstan üzərinə yürüş edir. Bu zaman Gürcü çarı 6-cı Bağrat idi. Baxın sizdən 4-cü Bağratı soruşacağam harda gördüyümüzü. Deməli 6-cı Bağratla Uzun Həsən arasında sülh müqaviləsi imzalanır və bu sülhə görə Tiflis də daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinə, yəni ki Uzun Həsənə tabe edilir. Yaxşı. Uzun Həsəndən sonra isə uşaqlar hakimiyyətə onun oğlu Yaqub padşah gəlir. Yaqub padşahın dövründə sabitlik dövrü adlanır, durğunluq dövrü adlanır. Yəni vəziyyət yaxşı olur. Çalışır çox müharibə eləməsin bu Yaqub padşah. Yaqub padşah atasından fərqli olaraq Osmanlı dövləti ilə dostluq əlaqələri saxlayır. Həmin vaxtda Osmanlı sultanı 2-ci Bəyazıt idi. Bu da ki Cahanşahla, sonra Qara Yusiflə oxşar cəhətidir. Sonra Yaqub padşah Şirvanşahlarla da həm dostluq, həm qohumluq əlaqələri saxlayıb. Baxın, Ağqoyunluda bütün hökmdarlar Şirvanşahlarla dost olub. Yəni Ağqoyunlu Şirvanşah üzərinə yürüş etməyib, Şirvanşahla mübarizə aparmayıb. Yenə atasından fərqli olaraq Yaqub padşah Ərdəbil hakimliyi ilə, Səfəvlərlə isə mübarizə aparıb. Biz bayaq dedik axı, Həsən padşah Səfəvlərlə dost qohum idi, amma Yaqub padşah yox, Səfəvlərin nüfuzunun artmasından narahat idi. Ona görə də onlarla mübarizə aparıb. Baxın, Ərdəbil hakimliyi burdadır. Görürsünüz? Deməli, 1488-ci ildə bir döyüş olur, Şahdağ döyüşü. Deməli, bu döyüş Şirvanşahlarla Ərdəbil hakimliyi, yəni Səfəvlər arasında olur. Şirvanşah hökmdarı da Fərrux Yasar olur. Bu döyüş zamanı Yaqub padşah, yəni ki, Ağqoyunlular gedirlər Şirvanşahlara neynirlər? Kömək edirlər. Yəni ki, ümumilikdə döyüş kimlər arasında oldu? Şirvanşah, Ağqoyunlu qüvvələri və Səfəvlər arasında. Döyüşdə təbii ki də Yaqub padşah və onun müttəfiqi Şirvanşahlar qalib gəlir. Bu döyüşdə Səfəvi, yəni Ərdəbil hökmdarı isə, Ərdəbil hakimi isə Şeyx Heydər olmuşdu. Deməli, döyüş nəticəsində dediyimiz kimi Şeyx Heydər öldürülür, Ərdəbil hakimliyi məğlub olur və Yaqub padşah Ərdəbil hakimliyinə məxsus mülkləri müsadirə edir. Şeyx Heydərin 3 dənə azyaşlı oğlunun isə İstəxir qalasını əsir aparır. Baxın uşaqlar, Ərdəbil hakimliyi ilə mübarizə aparılması Yaqub padşahla Cahanşahın oxşar cəhətidir. Yaxşı. Deməli, Yaqub padşahdan sonra hakimiyyəti uşaqlar Baysunqur gəlir. Baysunqurun dövründə bir şey olmayıb. Ona görə bəzən bunu yaddan çıxarda bilərsiniz, amma yaddan çıxartmayın. Deməli, Yaqubdan sonra hakimiyyətə Baysunqur gəlir. 1492-ci ildə hakimiyyət uğrunda bir döyüş baş verir, Bərdə döyüşü. Kimlər arasında olur? Baxın, Baysunqurla hakimiyyətə gəlmək istəyən Rüstəm Mirzə, yəni Rüstəm padşah arasında olur, Rüstəm Mirzə arasında olur. Bu döyüşdə təbii ki də Baysunqur məğlub olur, o hakimiyyətdən uzaqlaşdırılır, onun yerinə hakimiyyətə Ağqoyunlularda Rüstəm Mirzə və yaxud da ki Rüstəm padşah gəlir. Və Rüstəm padşahın hakimiyyətə gəlməsində, yəni Bərdə döyüşündə qalib gəlməsinə Səfəvilər kömək edib. Yəni ki, Ərdəbil hakimliyi kömək edib. Ona görə də Rüstəm padşah hakimiyyətə gələndən sonra Ərdəbil hakimliyində Şeyx Heydərin oğlu olan Sultanəlini taxta çıxardır. Hansı ki, o axı İstəxir qalasında həbsdə idi, onu həbsdən çıxardı. Sonra onu neynir? Taxta gətirir. Lakin bir müddətdən sonra Ərdəbil hakimliyində Sultanəlinin hakimiyyəti getdikcə
artmağa başlayır, nüfuzu artır. Bu da ki Rüstəm padşahı narahat edir. Ona görə 1494-cü ildə Rüstəm padşah Sultanəli üzərinə, yəni Ərdəbil hakimliyi üzərinə yürüş edir. Bu zaman Şəməsi döyüşü baş verir. Rüstəm padşahla Sultan Əli arasında. Təbii ki də döyüşdə Sultanəli məğlub olur, öldürülür. Rüstəm padşah isə qalib gəlir. Həmçinin uşaqlar Rüstəm padşah çoxlu soyurqal torpağı paylamışdı əhalini öz tərəfinə çəkmək üçün. Bu da ki, kimlə oxşar cəhətdir? Qara Yusiflə oxşar cəhətdir. Deməli, bundan sonra 1496-cı ildə yenə hakimiyyət uğrunda mübarizə başlayır və Naxçıvan döyüşü olur. Görürsünüz, bu ikinci dəfə keçdiyiniz Naxçıvan döyüşüdür ya. Bir dəfə də Naxçıvan döyüşü keçmisiniz. İlin soruşacağım sizdən. Naxçıvan döyüşü Rüstəm padşahla hakimiyyətə gəlmək istəyən Gödək Əhməd arasında. Yadınızdadır bayaq dediyimiz Uzun Həsənin nəvəsi Gödək Əhməd arasında olur. Təbii ki də Rüstəm padşah məğlub edilir. Hakimiyyətə Gödək Əhməd çıxır. Gödək Əhmədin hakimiyyəti o qədər uzun olmuş, cəmi bir il olur. 96-dan 97-yə qədər. Deməli, Gödək Əhməd hakimiyyətə gələndən sonra başlayır islahatlar keçirtməyə. Onun islahatlar keçirməkdə də məqsədi təbii ki də hərbi yanları dövlətə tabe etmək, dövləti və iqtisadiyyatı gücləndirmək idi. İlk olaraq o şəriətdə olmayan 20-dən çox verginin ləğv edilməsi haqqında fərman verir. Soyurqal torpaqlarının paylanılmasını məhdudlaşdırır, çünki soyurqal dövləti neyini yerdə zəiflədirdi. Bir də Osmanlı idarəçiliyinə daha çox üstünlük verir. Dediyimiz kimi bunlara baxmayaraq 97-ci ildə qiyam nəticəsində o hakimiyyətdən uzaqlaşdırılır. O hakimiyyətdən gedəndən sonra Əlvənd Mirzə ilə Murad Mirzə arasında Ağqoyunlularda taxta çıxmaq uğrunda mübarizə başlayır. Və bu mübarizə nəticəsində 1500-cü ildə bunlar arasında sazişə imzalanır, hansı ki Əbhər sazişi. Bu sazişə əsasən uşaqlar Ağqoyunlu dövlətin baxın ərazisi iki yerə bölünür. Azərbaycan və Anadolu ərazisini Əlvənd Mirzə idarə edir. Baxın aşağını İran-İraq ərazisini isə Murad Mirzə idarə edir.